Sabah Elnarə ilə davam edir. Birinci saatda müasir dünyada ekoloji təhlükəsizlik məsələlərini müzakirə etdik. Bu mövzunun başqa bir qolu da qida tullantıları mövzusudur. Qida tullantıları həm iqtisadi, həm ekoloji, həm də sosial baxımdan strateji əhəmiyyət kəsb edir. Və təbii ki, bu mövzu ilə bağlı qonaqlarım var. Elə onlarla bərabər müzakirə edəcəyik. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Müəllim Rzayev, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev, siz də xoş gəlmişsiniz. Xoş gördük sizi. Düşünürəm ki, əslində verəcəyim suallara hər ikiniz cavab verməlisiniz. Gəlin elə ilk başlayaq qida israfından. Yəni ki, bu cinayətdir, yoxsa ehtiyatsızlıq? Ümumiyyətlə, qida israfından qarşı ən belə düzgün mübarizə necə aparılır və necə aparılmalıdır? Buyurun. Tahir müəllim, istəyirsiniz sizdən başlayaq? Bilirsiniz, insanın sağlamlığı qidaların normal vaxtında qəbul edilməsindən çox asılıdır. Və sözsüz ki, bugün nəzərə alsaq ki, biz dünyada 1 milyard 600 mindən çox bir insan aclıqdan əziyyət çəkir. Onda qidaların qədrini daha yaxşı bilməliyik. Və sözsüz bu sahədə dövlətin özünün vəzifələri məlumdur. Qida təhlükəsizliyi haqqında qanun layihəsi qəbul olunub. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun layihələri var. Burada qidalanmanın o prinsipləri, qaydaları, qidaların istehsalı, istehlakı, digər məsələlər hamısı özünün əksini tapıb. Ancaq açıqlıq demək lazım ki, bu daha çox istehsalçıdan və istehlakçıdan asılıdır. İstehsalçı qidaları istehsal eləyir. Əlbəttə ki, bu qidaların keyfiyyəti birinci dərəcəli vəzifə olmalıdır. Onun bazara çıxarılması, satışı, ona gəlir gətirməsi. Digər tərəfdən istehlakçı tərəfindən bunun qəbulu necə olmalıdır, bu məsələlər var. Ancaq burada ciddi israfçılıq məsələləri var. Çox ciddi. Çox ciddi. Məhsulun yetişdirilməsində də bir çox hallarda görürsən, məhsul elə yetişdirirlər ki, o tez bir zamanda keyfiyyətini itirir. Artıq bu da istehsalçıya heç bir gəlir gətirmir. Əlbəttə ki, bu da israfçılıqdır. Digər tərəfdən ona müəyyən qaydada həddindən artıq kimyəvi, süni maddələr əlavə olunur ki, bu insanların gələcəkdə zəhərlənməsinə, onların sağlamlığına ciddi təhlükə yaradır. Digər tərəfdən istehlakçının özünün bu məhsullara münasibəti nətərdir, onun saxlanılmasına. Hansısa bir insan bir də görürsən, gedir, məhsul alır, normadan xeyli artıq alır bunu, saxlaya bilmir. Onun saxlanması üçün də bunun müəyyən avadanlığı yoxdur. Bir də görürsən ki, tez bir zamanda bunu məhv elədi, bu sıradan çıxdı. Digər tərəfdən, o onun səhhəti üçün çox təhlükəlidir. Görürsünüz ki, həmin məhsulu normal saxlanmayıb, qidalandı, sonra bunda müəyyən fəsadlar əmələ gəldi. Ancaq bugün bizi ən başda narahat edən bu qidaların istifadəsində israfçılıq məsələləridir. Çox ciddi bir məsələdir bu. İstər bizim bugün toy məclislərində, istər bizim yas məclislərində, istər digər tədbirlərdə həddindən artıq israfçılıq var. Bu dəfələrlə bizim televiziya vasitələrində də, sosial şəbəkələrdə müzakirə olunur və insanları maraqlandıran, düşündürən bir haldır ki, nəyə görə biz bu qədər israfçılığa yol veririk? Amma Tahir müəllim, bax, biz israf sözünü demək olar ki, millət olaraq dilimizdə olan sözdür də. Yəni, suya qarşı bunu deyirik, nə bilim, qidaya qarşı. Yəni, bu söz bizə tanış sözdür də, istifadə edirik bu sözü, amma onunla bağlı da heç əməl də etmirik. Bax, nədir, yəni, Ramazan müəllim də istəyərdim fikrini bilirsin. Bu, aclıq qorxusu, nə bilim, yeməkləri bu qədər nümayiş etdirmək, misal üçün, lazımından qat-qat artıq yeməklər sifariş etmək, hansısa
bir misal üçün toylarımızda, nə bilim məclislərimizdə bax bu qədər yeməklərin, yəni ki, hər bir insanın mədə tutumu var da, düzdür? Və hər bir insan üçün porsiya ayrılmalıdır da. Bunu aşpazlar da bilir, o restoran da bilir. Yəni misal üçün gələn vətəndaş bəlkə də bilmir, amma restoran misal üçün administratorları niyə təklif edir ki, misal üçün bu qədər edək bol-bol olsun, bu qədər edək bol-bol olsun. Bəzi restoranlarda hətta onu da bilirəm ki, heç sonra onu, misal üçün belə bir deyim vardı, deyirlər ki, bəzən ofisiantlara hər masadan nə qaldı, misal üçün kebablardan falan verilir, amma sonra dedilər bu da ləğv olunubdur, artıq icazə yoxdur. Buyurun. Bu israfçılıq və sizin qeyd etdiyiniz, Tahir müəllimin qeyd etdiyi məsələlər, yəqin ki, məsələnin daha çox sosial tərəfidir. Burada insan davranışı, bunun sosial aspektləri çox dərinləməsinə yəqin ki, tədqiq olunmalıdır. Bizim cəmiyyətdə də bu israfçılıq məsələsi hər cəmiyyətdə eyni səviyyədə olmaya bilər. Amma bunlar faktdır ki, biz bəli, sonda qida ilə o çərçivədəki davranışımızda bəzi nöqsanlar mövcuddur israfçılıq baxımından. Amma ümumilikdə baxanda daha məsələni genişindən götürsək, bu itirilən qidalarla bağlı iki fərqli istiqamətdən baxılır məsələyə. Bir, qida itkisi deyilir, bir də qida tullantısı deyilir. Bizim indi danışdığımız məclislərdəki bu israfçılıq daha çox tullantı tərəfinə aiddir. Çünki qida itkisi başlayır fermadan, Bəli. gəlib marketə və deyəlim ki, ictimai yaşayədəki və ya evdəki masamıza gəlib çatana qədər qidanın. Orada itki aslıdır əsasən sahibkarların bu məsələyə baxışından. Burada texnologiya əksikliyi, bilgi əksikliyi və s. səmərəsiz istehsal və yaxud da ki, Tahir müəllimin bildirdiyi kimi məhsulun ərsəyə gəlməsi üçün xərclənən resursların sonunda cüzi bir məsələyə diqqət etməmək səbəbilə o məhsulun təhlükəli hala gəlməsi kimi məsələlər. Bura qədərinə biz qida itkisi deyirik. Ancaq deyəlim ki, gəlib artıq market rəfinə çıxmış və yaxud da ki, bizim səbətlərimizə gəlib düşmüş məhsulları da biz özümüz yenidən itirməyə davam edirik. Orada tullantı deyirik, israfçılıq burada gəlir, dövrəyə girir. Bunun qarşısını almaq üçün yəni bir çox belə detallı praktiki tövsiyələr vermək olar. Amma istər bu sahibkarların itirdiyi, istərsə də fərd olaraq bizim tullantıya çevirdiyimiz qidalarla bağlı iki əsas məsələ var qarşısını almaqla bağlı. Bir, həmin tullantının və ya itkinin yaranmasının qarşısını almaq. İki, artıq yaranmış tullantını emal etmək, yəni iqtisadiyyata qaytarmaq. Bu arada çox şok edici statistikalar var. Dünyada istehsal olunan qidaların 30% ya tullanır, ya itirilir. Yəni çox şok edici bir rəqəmdir 30%. Bu hardasa illik 1 trilyon dollar civarında bir iqtisadi itkidən söhbət gedir və qidanın itirilməsinin, tullanmasının qarşısının alınmasına qoyulan hər 1 dollarlıq investisiya hesablamalara əsasən 14 dollar geri qaytarır. Yəni bu əslində ən belə uğurlu investisiyadır ki, çünki sadəcə biz sonda həmin qidanı itirmirik axı, onun ərsəyə gəlməsi üçün qoyduğumuz bütün resursları itirmiş oluruq. Su, torpaq, insan resursu və s. Qidaların yetişdirilməsi üçün istifadə olunan suyun 25%-i məhz bu itirilən qidalara gedir. Çin Xalq Respublikasının ərazisi qədər torpaq məhz sonda itirilmiş qidaların istehsalı üçün istifadə olunur. Ona görə iki əsas aspektdən baxılır bu məsələyə. Qarşısını almaq bunun sahibkarlıq səviyyəsində müxtəlif təcrübələr var. Vergi siyasəti tətbiq oluna bilir, istər daha az itkiyə səbəb olan şirkətlərə vergi güzəştləri və ya vergi cərimələri kimi daha təşviq edici paketlər təklif olunur. Evdə də bizim fərd olaraq da eyni iki aspektdən yanaşmalıyıq. Yəni evimizdə də biz yaranmasının qarşısını almalıyıq, davranış dəyişiklikləri, yəni lazım olandan çox almamaq, lazım olandan çox bişirməmək və s. Amma bütün bunların nəticəsində yenə də yarananı biz evdə də təkrar emal. Çünki evdə bizim qidanı saxlamağa texnologiyamız var. Hər evdə soyuducu var, qablaşdırma materialları var, hətta vakum paketləyicilər var. Əsas məsələ sizin dediyiniz kimi bunun sosial tərəflərini tədqiq edib cəmiyyətimizdə bir davranış dəyişikliyinə gətirib çıxara bilməkdir məsələn. Tahir müəllim, ümumiyyətlə sizcə bizim cəmiyyətdə ən belə effektiv, sürətli şəkildə nə təsir edə bilər bizə? İctimai qınaq, yoxsa ki cərimələr?
Yox, ictimai qınaq keçmir artıq, düzür. Çünki Razıyam sizinlə. dəfələrlə bu deyilir və hər bir kəs də şuurlu başa düşür ki, bugün dərk eləyir ki, qidalar itirmək olmaz. Çünki bu insan həyatı üçün çox vacibdir. Ancaq yenə də buna baxmayaraq görürsən, bugün bunu deyir, 1 metr o tərəfə aralanan kimi artıq öz sözünün üstündə dayanmır. Sözsüz ki, müəyyən inzibati tədbirlər görülür. İndi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən çox geniş yoxlamalar aparılır. Bəli, bəli. Digər orqanlar tərəfindən bu məsələyə müdaxilə olunur. Müəyyən cərimələr tətbiq olunur. Ancaq yenə də azalmaq əvəzinə əksinə bu hallar çoxalır. Bilirsiniz, insanın düşüncəsi formalaşmalıdır. Düzdür. Biz hər birimiz fikirləşməliyik ki, dünyada bu qədər az insanlar var. Səhər biz də, sabah biz də onların vəziyyətinə düşə bilərik. Nə olsun ki, bizim yeraltı, yerüstü sərvətlərimiz çoxdur, ölkədə inkişafdır, iqtisadiyyatımız davamlıdır və müəyyən məsələləri həll etməyə qadirik. Ancaq biz baxaq, görək başqa ölkələrdə vəziyyət necədir. Və əgər bizim qidalarımız, məhsullarımız artıqsa, bir insanpərvərlik mövqeyindən çıxış eləyib, həmin ölkələrə biz kömək eləyə bilərik. Və biz rəğbət qazana bilərik. Əlbəttə, bu bizim ölkəmiz üçün müsbətdir də. Və ölkə rəhbərinin bugün yürütdüyü siyasət də buna yönəlib. Ukraynada müharibə gedir. Humanitar yardım elədik. Qonşu İran Respublikasında bu günlərdə humanitar yardım elədik. O ərzaq məhsulları. İnsanlıq halıdır. Yəni biz bunu dövlət olaraq nümayiş etdiririk. Bir insanlıq üçün istifadə eləmək daha vacibdir. Yaxud da mən yenə deyirəm, orada israf olunan o ət məhsuludur, süd məhsuludur, digər məhsullar var. O israf olunmaq əvəzinə, o tullantıya çevrilmək əvəzinə onu biz götürüb müəyyən imkansız ailələrə göndərə bilərik. Onu yerini doldurmaq əvəzinə. Niyə biz onu israf eləyirik? Bilirsiniz, səhər-səhər mən duranda çox təəccüblü haldan qarşılaşıram. Orada o tullantı olan yerlərdə yeşiklərin hər birinin böyründə azı bir 10 kilolardan bir çörək görünür. Çörək görürsünüz. Çörək görünürük. Və çox mənə bir insan kimi qəribə gəlir ki, yaxşı, bu niyə tullantıya çevrilməlidir? Axı, bugün Azərbaycan ərzaqlıq buğda üçün xarici ölkələrə müraciət edir. Biz xarici ölkələrdən 1 milyon ton ərzaqlıq buğda alırıq. Bax, çoxu o tullantılara gedir. Eləcə də ət məhsullarıdır. Amma çörək istehsalçılarına da aiddir. Misal üçün, bəzən marketlərdə biz çörək alanda, misal üçün, gündəlik evimizə çörək alırıq da, düzdür. Bunun, misal üçün, miqdarı çörəyin, misal üçün, o qutudakı çörəklərdən söhbət gedir də. Misal üçün, o çox olur da, düzdür. Alınır, amma az yeyilir. Bəli. Və nəticədə bir gün, 2 gün qaldıqdan sonra məcbur onu çıxarırıq. Amma olmaz kimi onu heç olmasa 2 yerə, 3 yerə bölüb satmaq falan. Yəni, bu doğrudan mı onların ziyanınadır? Misal üçün, insan nə qədər qədərini istəyir, o qədərini ala bilsin də. Misal üçün, çörək kəsilib satılan, hətta, misal üçün, biz xaricə getdikdə də bunları görürük də, çörəyi kəsərək satırlar. Yəni, sən nə qədər istəyirsən, o qədər alırsan. Nəinki çörəyi, inanın ki, xarici ölkələrin bir çoxunun adlarını çəkmək istəmirəm. Ona görə bizdə ən çox çörək çıxır. Düşürdük, birdən xaricilərlə biz gedirdik, harasa bir marketə düşürdük. Mən baxıb görürdüm ki, almanı yarısını bunlar çəkdirib alır. Alman, görürdüm, almanı yarısın deyir ki, yarısın çək, böyük almadır, yarısın, armudun yarısını çəkdirib. Doğranmış meyvələr və s. Doğranmış meyvələr onu alır. Soruşanda ki, niyə bunun birini almadın? Deyir ki, biri mənə deyir, artıqdır, çoxdur, mən bunun yarısını istifadə edeyim, yaş qalsın. Təbii ki, burada yüksək mədəniyyətdən söhbət gedir. Əlbəttə ki. Yüksək mədəniyyətli insan onsuz da, yəni hər yerdə mədənidir. Qidasında da, alışverişində də, evdə soyuducuya olan münasibətdə də, restoranda. Baxın, bayram günləri yaxınlaşır da, yəqin indi Ramazan müəllim gəlib bunları yəni daha dəqiq bilirlər bizdən. Məsəl üçün, bayram günləri yaxınlaşır da. Məsəl
üçün oteldə istirahət deyəndə mənim ilk olaraq o sevmədiyim səhnə nədir? Otellər sağ olsunlar, misal üçün otaq nömrəsi verirlər və səhər yeməyi içinə daxil edirlər də. Həmçinin oteldə olan hovuz xidməti, əyləncə və s. ora daxildir. Misal üçün səhər kütləvi şəkildə hamı o oteldə səhər yeməyi yeyir. Tamam, restoran bunu qoyub. Yəni İsveç masası deyək də, hə, açıblar. Yəni hər kəs gəlir. Siz bu mədəvizin tutumunu bilirsiniz də. Siz axı evdə səhər 20 sosis qaynatmırsınız, düzdür? Bu 20 sosisi 3 nəfərə niyə götürüb öz masanıza gətirirsiniz? Orada insanlar qalxandan sonra, inanın bu mənim həssas yerimdir. Mən həmişə o masalara baxıram. Hamısı qalıb stolun üstündə. Bilirsiniz, qab-qabın üstündə, nə bilim, onun bunun üstündə. Bu hər şeyin elə bil, bilirsiniz necə, bir dadına baxdım, bir dişləm aldım, qoydum kənara. Yəni onsuz da burada sizə, nə bilim, Yapon mətbəxi nümayiş olunmur, nə bilim, başqa bir mətbəx, nə bilim, İspan mətbəxi nümayiş olunmur. Bildiyimiz Azərbaycan mətbəxidir, klassik Azərbaycan səhər yeməyidir. Yəni bunun dadına baxmaq üçün olmaz kimi öz evinizdə nəyinsə dadına baxıb yeyə bilirsinizsə, bunu da gəlib orada seçəsiniz. Bax, bu mədəniyyətsizlikdir də. O sahənin mütəxəssisliyidir və tibb də bunu göstərir ki, bir süfrədə müxtəlif yeməklərin üst-üstə yemələri orqanizm çox ziyanlıdır. Bəli, bəli, zəhərlənmə gedir. Bəli, qida zəhərlənmələri də qida zəhərlənmələri ondan baş verir və mən ağsaqqalların timsalında bunu görmüşəm. Məsəl üçün, yaşlı adamlar bir neçə il bundan əvvəl oturanda mən görürdüm ki, ancaq bir yemək bu təhlif edirdi. Sonra soruşurum, elə bizim evdə də bu olub. Mənim rəhmətli atam da həmişə bir cür yemək yerdi, deyirdi. İkinci yemək deyirdi, orqanizmə ziyandır. Və yaşlarda da mən görürdüm ki, məclisə gedirdi, məclisə tutaq ki, toy məclisidir. Bir neçə cür yemək var, ancaq bunun birini yeyirdi. Üstünə də bir stəkan çay içirdi. Allah xeyri eləsin, durub gedirdi. Ancaq bizim toy məclislərinə baxaq, o qədər yemək qoyurlar, stolun biri artıq... Bir də hər şey bir aradadır da. İndi mən toy yiyəsini anlayıram. Yəni, onun xeyir işdir, övladıdır, arzusudur. Evdə kim toy eləyir ki? Yəni, restoranda etməlidir. Orada toyuq da olmalıdır, ət də, balıq da və s. salatlar var. Bilirsən, olmalı deyil. Amma orada çox olur. Biz indi xarici ölkələrdə də oluruq da, hər birimiz xarici ölkələrdə oluruq. Orada təklif eləyirlər. Laf toya gedirsənmi? Toyun özündə də təhlif eləyirlər. Nə yeyəsiniz, nə istəyirsiniz, bir də görsən gətirirlər. Bizdə bir insanlara individual... Ola bilsin ki, mənim hansısa yeməyə allergiyam var. Bu süfrədə oturmuşam və o gətirib qoyulur. Və mən tamam iştahdan küsürəm. Orada, məsəl üçün, hətta ən mötəbər tədbirlərdə belə, rəhbərlərin iştirak elədiyi tədbirlərdə belə, bir də görsən ki, stol boşdur, gətirirlər, təhlif eləyirlər. İndividual olaraq menyu verilir, oradan seçilir. Siz nə yeyəsiniz, hərə bir cür yemək yeyir, ondan sonra başqası varsa, əgər onu istəyirsə, o gəlir. Ancaq indi bizə necədir? Özünüz bilirsiniz. Bəli, israf. İstədik, istəmədik, gətirib hamısı zülür stolun üstünə və o tullantıya çevrilir. Əlbəttə ki, bu bilirsiniz, mən elə biləm, ən böyük israfçılıq, hətta bunu bizim özümüzün məhsulumuza xəyanət adlandıra bilərəm. Bəli, tam razı. Həqiqətən də bu xəyanətdir. Bilsən, o torpaqda bu insan aylarla əziyyət çəkir, o məhsulu yetişdirir, gətirir, bazara çıxarılır, sonra bu tullantıya çevrilir. Bu çox böyük hörmətsizlikdir. Bizim ərzaqımıza, bizim qidamıza çox böyük hörmətsizlikdir. Hər bir insan bilməlidir ki, bunun tullantıya çevrildiyi bu məhsul kimsəyə ehtiyacıdır, kiməsə lazımdır. Sabah bu lazım ola bilər. Ona görə də ictimai qınaq bugün keçmədi. Belə bir söz var da, deyirlər ki, sən əgər doymaq istəyirsənsə, yediyin qidadan doymaq istəyirsənsə, o toxluq hissini gətirməyin bir yolu var da, sən sadəcə olaraq hansısa bir yoxsulu düşünürsən. O zaman sən doyursan. Buyurun Ramazan bəy. Bu məsələdə bütün resursların israfında nədirsə məsələ, qidanın israfında da eyni yəqin ki, düşüncə prosesi keçərlidir. Necə ki, su israfı da etməməliyik, eyni şəkildə qida israfı da etməməliyik. Amma siz bayaq dediniz, o otellərdəki durumla bağlı. Resursların israfını hələ bir tərəfə qoysaq, bir də məsələnin sağlam qidalanma tərəfi var. Biz sadəcə olaraq sağlam qidalanmanı təmin etməklə belə qida israfının qarşısını ala bilərik necə?
Çünki qidanın əsas etibarilə təliməm iki funksiyası var insan bədənində. Yəni birincisi o insanın bioloji ehtiyaclarını qarşılamaqda aydın məsələdir. İkinci məsələ isə qidanın həm də qidalanma özü sosial mədəni bir prosesdir. Yəni sizin o qeyd etdiyiniz bir yerdə oturmaq, bir yerdə qidanı istehlak eləmək və s. Yəni qidanın bir zövq vermə funksiyası da var insana. Bu ikisi eyni anda baş verməlidir. İndi insanlar sadəcə olaraq, mən şəxsən bunu özüm tətbiq edirəm, fərdlər bunu tətbiq edə bilər. Bir qidanı yeməzdən əvvəl sadəcə bir sual vermək lazımdır özünə ki, mən hal-hazırda bunu həm bioloji ehtiyaclarımı qarşılamaq, həm də zövq almaq üçün qəbul edirəm, yoxsa sadəcə zövq almaq üçün qəbul edirəm. Əgər sualın cavabı ikincidirsə, bir şeyi ancaq zövq almaq üçün yeyirəmsə, orada həm mən sağlam qidalanma rejimimi pozmuş oluram. Düzdür. Həm də bax bu israfın qarşısını ala bilərəm. Yəni bax bu sağlam qidalanma da gətirib israfın qarşısının alınmasında bizim üçün bir alətə çevrilə bilər. Ümumiyyətlə bizim mədəniyyətimizdə Tahir müəllim süfrənin dolu olması anlayışı var da. Yəni ki bir evinə gələn qonağın da qarşısına sən sadəcə bir salat və bir isti yeməklə çıxa bilmirsən. Yəni istəyir bu qonaq 3 nəfərdən ibarət olsun, istəyir. Yəni qonaq varsa burada, bu evə girən insan artıq qonaqdırsa, sən onun qarşısına həm bir neçə salat növü ilə, bir neçə isti yeməklə, hələ üstəlik bir desert süfrəsi də olmalıdır. Və desert süfrəsi də heç nə tortla, nə hansısa pişirdiyin piroqla kifayətlənmir. Bunun yanında mütləq limonu, çərəzi və s. və s. Yəni gözümüzü açıb belə görmüşük də. 3 nəfərlik qonağa 9 nəfərlik yemək təklif edirik. Sadəcə çeşidi artırmaq. Yəni bilirsiniz, amma bu bolluqda israf həddini keçib də artıq o bir xət olmalıdır da, bildiniz cizgi olmalıdır da, artıq onu aşıb da keçib. Mütləq xət olmalıdır. Bilirsinizmi, bunun özü Ramazan müəllim dedi, həm də bu süfrə özü bir mədəniyyət göstəricisidir. Düzdür, düzdür. İnsanın mədəni səviyyəsinin bir göstəricisidir. Bir də görürsən ki, gecə saat 12-dir, haradasa yoldan keçən bir dostun zəng eləyib, gedib gedək, yeyəcək. Yəsə qonaq gəlirəm. Gəlir, hər şey tökülür stolun üstünə. Yeyilir, gedir, bir də səhər eşidirsən ki, adam zəhərlənib. Adətən yeni ildə sosial şəbəkələrdə belə bir paylaşımlar olur ki, qarşıdan yeni il gəlir, bol-bol yeməklər bişiriləcək, sonra bir həftə evdə yemək bişməyəcək. Mən o statusları görəndə o qədər gülmək, yəni həm gülmək, həm ağlamaq tutur adamı. Yəni ki, bu qatılan, yəni bu salatları necə 3 gün, 5 gün, bir həftə, yəni necə saxlayıb qidalanmaq olar? Ona görə də yəqin Ramazan müəllim təsdiqlər, qida zəhərlənmələri ilə bağlı da. Çox saxlayırlar, əlbəttə ki, elə qidalar olur ki, onlar nəinki 5 gün saxlanılır, onlar bir həftə, 10 gün saxlanılır. Axı bunun da saxlama müddəti var. Elə qidalar var ki, onları bir gün saxlama olar, eləsi var 3 gün müddətinə, 2 gün müddətinə. Bir daha onun digər ingrediyentlə qarışdırılması da rol oynayır. Bəlkə o bişən kimi həmən yeyilməlidir ki, o misal üçün soyuducuya olmaz da. Elə qidalar var ki, pişəndən bir saat sonra yeməlidir, yeyilməlidir o. Məsələn, göbələkdir, balıqdır, digər məhsullar var ki, bunlar həddindən artıq zəhərlənmələrə səbəb olan məhsullardır. Onlar süfrəyə qoyulandan sonra yeyilməlidir, mütləq yeyilməlidir. Onu da 1 gün, 2 gün, 3 gün saxlama olmaz. Bilirsinizmi, bu bir az müddətli xarici ölkələrin birindəydik, getdik. 2 başı gəldi bura, düşdülər, dedilər toy məclisidir. İnan orada gölün qırağında 10 nəfəri toy elədi bunlar. Və ora sadə bir süfrə açdılar. Qoydular mahnı, musikası orada, bir-ikisi oynayır, gəlin bəy oturub başda, biri gedib orada o kababını çəkir, gətiriblər, qoyublar. Bax, deyildi, o zövq, yeməyin özü də zövq verməlidir. Süfrənin özü zövq verməlidir. Bəzi adamlar tanıyıram ki, mən indi vəzifəsi də var, qulluğu da var, amma evdə yeməyi özü hazırlamağı çox vacib bilir. Süfrəyə özü qoymağı vacib. Hətta süfrənin o təmizliyinə baxmağı özün. Soruşanda bu nədir, deyir ki, zövq alıram bundan. İnsan hər bir şeydən zövq almalıdır. Yeməkdən də, içməkdən də, gəzməkdən də, paltardan da, oturmaqdan da, hər bir şeydən insan zövq almalıdır. Çünki bu insanın həyatıdır.
Amma əgər bugün biz özümüzün sağlamlığımız üçün vacib olan qidalanmadan zövq almırıqsa, o bizə ziyan gətirirsə, deməli müəyyən qaydada bizim hələ düşüncələrimizdə problemlər var. Var, bəli. Ona görə də mən elə bilirəm ki, belə verilişlər daimi olmalıdır. Yerlərdə bu təbliğ olunmalıdır. Bir stol 300 manat tuta bilməz axı. 500 manatlıq stol ola bilməz axı. İndi biz gedirik də var. Allah hamının evində xeyir iş eləsin, hamının övladına toy qismət eləsin. Ancaq yenə deyirəm, orada görürsən ki, insanların çoxu heç o yeməyin ancaq bir növünə əlini uzadır. Öz qədrini bilən adamlar, səhhətinin qədrini bilən adamlar elə orada stolun üstündə olan müəyyən qidalardan bir balaca götürdü, nuş elədi. Sonra orada Əslində qoyub toylarımız da gedir. geç saatda olur da. Misal üçün mən bu yaxınlarda bir xəbər oxumuşdum, başqa yəni bir ölkədə. Orada misal üçün toy və s. də hansısa bir nəyisə əgər qeyd eləyirlərsə, onun saatını dəyişdirirlər. Günorta saatlarına keçirtmişlər. Saat 3-ə ya 4-ə keçirtmişlər ki, artıq 2-3 saat insanlar burada qidalansın, istirahət eləsin. Sonra kimsə istəyir getsin yürüyüşünü eləsin, kimsə istəyir getsin idman eləsin, zamanında yatsın. Yəni bizim ziyafətlərimiz də misal üçün geç saatlardadır da, 7 deyirik, amma təbii ki, insanların gəlib ora toplaşması 8-in yarısı 8 olur. Və biz bir də ki, evdə daxil yeməyi bir qarşımıza qoyanda sadəcə yeyirik və çəkilirik kənara da. Amma tutalım lap elə 8-də gəldi cəmaat. 8-dən 10-a, 11-ə kimi necə arxa-arxaya fasiləsiz qidalanmaq olar? Doğrudan burada sağlamlıq da çox böyük rol oynayır da. İndi Qida Təhlükəsizliyi Agentliyi belədir ki, misal üçün restoranlardır falan, yəni bunlar çox ciddi nəzarətdədir də. Əvvəl bir ara yadımdadır ki, qida zəhərlənmələri də həddindən artıq çox olurdu. İndi necədir statistika, nə göstərir Ramazan müəllim? Çünki indi nəzarət daha güclüdür. Mən düşünürəm ki, restoranların da üzərinə böyük bir məsuliyyət düşür. Bizdə zəhərlənmə statistikaları ümumi belə dünya ortalamasına kifayət qədər aşağıdır. Məncə də elə olmalıdır. Və əsas da statistika ondan ibarətdir ki, bizdəki zəhərlənmələr 70% etibarilə məişət zəminində baş verir. Daha çox bu evdə hazırlanan bəzi konserv Çünki məhsullarından. deyirəm, restoranlarla bağlı nəzarət çox ciddi olduğu üçün 100% bu individual olacaq. Bəli, elədir. Amma israf məsələsi bir başqa məsələdir əlbəttə. Əlbəttə ki. Dediyiniz kimi biz o məclislərdə bu cür qidalanırıq. İndi ayda bir dəfə kimsə məclisə gedir və s. Amma sadəcə məclislə bitmir bu məsələ. Bizim gündəlik həyatda da təəssüf ki, həyat səviyyəsi. Bizim restoranlarımız var, inan. İndi bir də görsən ki, əgər bir qonaq gəlib hansısa bir restoran deyək ki, 3 gün bundan əvvəl gələk zakaz veriydi. Rezerv etmək üçün. Bəli, əksəriyyətləri bu dəqiqə yerlər dolu olur, eləyir. İndi burada istifadə olunan, yenə də deyirəm, o qidalar var, yoxlamalar keçirilir, tədbirlər görülür. Ancaq bunun çoxu insanın özündən asılıdır. 100%. İnsanın özündən asılıdır. Biz bunu gətirib hansısa bir dövlət təşkilatının üzərinə yıxarına, yox. İnsanın özündən asılıdır. Doğrudan əgər istehsal eləyən adam bilir ki, bilməlidir ki, başa düşməlidir ki, bunun istehsal elədiyi məhsul bazara getməlidir, insanların sağlamlığına xidmət eləməlidir, bu keyfiyyətdə olmalıdır. Bu bir tərəfi. Digər tərəfdən onu istifadə eləyən adamın özü bilməlidir ki, nəyi aldı və nəyə istifadə elədi. Bilirsinizmi? Gedir, sifariş verir, gəlir, müxtəlif, amma fikirləşmir ki, bunun sabahı nə ola bilər. Ramazan müəllim dedi, toy məclislərində tutaq ki, o zəhərlənmələr qeyd alınıb, çoxu bunu gizlənilir bəzi hallarda. Dövlət orqanları tərəfindən yox, adamların özləri tərəfindən gizlənilir. Görürsən ki, yolun kənarında gedirsən, balıq məhsullarını düzüblər, turşular da düzüblər. Alan adam fikirləşmiş ki, bunun keyfiyyəti var, yoxdur. Bu hansı şəraitdə hazırlanıb, nədir? Alır, gətirir, bir də görsən evdə. Bundan toy məclislərində istifadə edirlər hətta. Bir çox hallarda toy məclislərində də gedib çıxır. Bizim digər məclislərdə də bu gedib çıxır. Bilirsiniz, aldığımız məhsulun biz
İndi Keyfiyyəti maraqlısı nədir bilməliyik. Tahir müəllim? Biz misal üçün belə çeşid-çeşid yeməkləri insanların qabağına düzüb evimizə qonaq çağıranda və yaxud da restorana qonaq çağıranda bir xeyir işimizdə heç kim gəlib orada qidanın israf tərəfini danışmır. Amma indi ora sən restoranla danışıb desən ki, o misal üçün bəzi diplomatik, yəni tədbirlərdə, ziyafətlərdə necə olur? Menyu şəklində birinci individual olaraq bir yemək gəlir hamı üçün. Bəli. Ki, sadəcə olaraq orada seçirlər də ət və yaxud da toyuqdur, balıqdır, misal üçün deyirəm. Ən belə qısa nümunəsini deyim, təyyarədə uçanda necədir? Yəni sənə gəlib deyirlər də ətlə yemək istəyəcəksiniz, yoxsa toyuqla yemək istəyəcəksiniz. Biz indi onu da insanlarımıza verib toyumuzu da elə səviyyəyə gətirib çatdıra bilmirik. Çünki onda da qınaq olacaq ki, filan kəsin toyuna getmişdim, orada da yeməyi böyük qabda bir ovuc gətirdilər, ac gəldim o toydan. Yəni baxın, qınaqların bu tərəfləri daha... Toy şadlanmaq üçündür. Əylənmək üçündür. Əylənmək üçündür, sevinmək üçündür. Razıyam. Qeybət yeri deyil. İkinci yemək yeri deyil. Biz Latviyaya getmişdik bir neçə il bundan əvvəl. Orada böyük bir tədbir idi, çox mədəni bir yer idi. Tədbirlər orada çıxanda bir də gördük ki, bir dənə maşın, arxada da bir dənə balaca avtobus düşdü, gəlin, bəy düşdü. Deyirlər, toyumuzu burada eləyəcəyik. Və bizi də dəvət elədi, nümayəndə edin, Azərbaycanlılar da, Gürcülər dəvət elədilər, gedək. Düzdür, biz indi gəlinə bir balaca hədiyyə verdik. Amma elə belə keçdik, baxdıq maraq xatirinə ki, bunların toy nədir? Baxdıq, gördük bir 50 nəfəri üstü oldu. Üstündə də hesab yoxdur. Sudur, sonra müəyyən spirtli içkilərdir, qoyulub və bir də muskadır. Burada bilirsiniz, yeyir, həddindən artıq yeyir, 5 cür yemək yeyib, sonra durub başlayır oynamağa, özə möhkəm. Nə qədər hadisələr olub toyda? Ürək keçmələr olub, xəstələnmələr olub, ağır vəziyyətə düşənlər olur. Ümumiyyətlə biz qida israfından, qida tulantısından danışanda təbii ki, burada ilk növbədə vətəndaşlarımızın, insanlarımızın sağlamlığını düşünüb danışırıq. Yəni, hər bir halda düzgün qida, yüksək mədəniyyət, qidaya da mədəniyyətlə yanaşmaq lazımdır. İstər evində olsun, istər evindən kənarda olsun, fərqi yoxdur. Qida da yüksək mədəniyyət tələb edir. Ramazan müəllim, 2050-ci il üçün Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı danışaq. Yəni, bir xəritəsini cızarkən, yəni biz istehsalı artırmağa köklənməliyik, yoxsa mövcud israfı sıfıra indirməyə? Hər ikisi paralel baş verməlidir əlbəttə ki. Bayaq Tahir müəllim bildirdi. Yəni hansı yol qənaətçildir, daha dayanıqlıdır? BMT-nin 2030-cu il üzrə dayanıqlı inkişaf strategiyaları var. Burada hər iki məsələ öz əksini tapıb. Həm sıfır aclıq hədəfi qoyulub bütün dünya üçün. Tahir müəllim bayaq statistikanı getirdi. Çox edici statistika oldu aclıq istiqamətində. Həm də bir tərəfdən də qida tullantısı var. Bu özü məsələnin ekoloji, iqtisadi tərəfi olsa da siz girişdə bildirdiniz, həm də sosial tərəf var. Yəni ciddi sosial ədalətsizlikdir bu ki, bir tərəfdə 30% qida israf olunsun, digər tərəfdə isə insanlar aclıq çəksin. Ərzaq təhlükəsizliyi dövlətlərin daha strateji hədəflərinə əks etdirir. Dolayısıyla burada həm müəyyən strateji məhsullar üzrə idxaldan asılılığın azaldılması üzrə istiqamətlər var, amma həm də bütün dünyada olduğu kimi bizim ölkəmizdə də qida itkilərinin, tullantılarının azaldılması istiqamətində istər bunun sosial bayaqdan danışdığımız tərəfləri, yəni cəmiyyətin dəyişdirilməsi istiqamətində, istər istehsal tərəfində, istər qida zəncirinin digər tərəflərində. 2050-ci ildə bu arada bildiyiniz kimi BMT-nin proqnozu var. Dünyanın əhalisi 9 milyardı keçib 10 milyarda yaxınlaşma kimi və ona görə də bugünkindən bizə dünya çərçivəsində danışıram, bugünkindən 70% daha çox qida lazım olacaq. O da zaten mövcud resurslarımızın üzərində olan təzyiqi daha da artıracaq. Bu təbii ki, bizim ölkəmiz üçün də baş verəcək. Ona görə də həm də bizim qida tullantılarını azaltmaq istiqamətində ciddi inkişaf əldə etməyimiz zəruridir. Çünki daha çox qida istehsal eləmək indiki itki həcmi ilə gələcəkdə daha çox itki deməkdir. Yəni bir tərəfdən istehsalı artırmalıyıq biz, bir digər tərəfdən də qida
israfının qarşısının olması ilə bağlı Ümumiyyətlə, tədbirlər hər görməlidir. bir vətəndaşımız torpaqla yəni təmasda olmalıdır mütləq şəkildə. Məsəl üçün bu günləri biz qida tullantılarından danışırıq, amma burada köklü problemlər var. Məsəl üçün bu gün bizim kəndlərimizin, rayonlarımızın boş olması, hamının şəhərə axın etməsi və mən düşünürəm ki, şəhərdə doğulub böyüyən insanlar hardasa bəlkə də sahibkar ola bilər, idarəçi ola bilər, amma torpağın üstündə doğulub böyüyən kənd sakini ilə, rayon sakini ilə onun torpağa yanaşması eyni olmayacaq təbii ki. Məsəl üçün, mən şəhər adamıyam. Mən Bakıda doğulmuşam, Bakıda böyümüşəm, burada təhsil almışam, burada çalışıram. Mən gedim rayonlarımıza, çox sevirəm. Amma mən torpaqda heç nə bacarmıram. Amma mənim misal üçün evimdə, eyvanda əkə biləcəyim çiçəklər var, onlara qulluq edə bilirəm, şəkillərini çəkirəm, süni intellektlə atıram, yəni öyrənirəm filan. Amma mən gedim rayonda nə edim? Və mən rayon, misal üçün, cəmaatının da əksəriyyətinə, indi kim ki düzdür Bakı şəhərində bugün işləmək üçün, təyinat üçün, doğrudan da faydalıdır, oxumaq üçün, təhsil üçün, düz demirəmmi? Bakıdadır da, yəni fürsətlər buradadır, o bura gəlib. Amma kim ki sadəcə olaraq kənddə evini, qapısını bağlayıb, həyətini, torpağını sahibsiz, boş qoyub, yəni torpağın insandan küsməsi çox pis bir şeydir, bəşəri faciədir, mən belə düşünürəm. Və mən düşünürəm ki, doğrudan da insanlar, misal üçün, xarici ölkələrə gedirsən, ən belə onların da belə ucqar yerlərinə gedirsən, görürsən ki, pendirlər, nə bilim, çörəklər, hansısa orqanik qidalar və s. alırsan, orada dadırsan, balaca masalardır, yəni oturursan, yeyirsən, heç gedib dünyanın sonra çox yerlərini gəzirsən, çox megapolis şəhərlərini gəzirsən, amma sənin o kənddə yediyin hansısa bir pendirin dadını heç bir yerdən ala bilmirsən. Yəni, torpaq insanı mütləq torpaqda qalmalıdır, orada yəni əziyyət çəkməlidir, bəhrəsini verməlidir, insanlar bundan faydalanmalıdır. Düz demirəmmi? Yeri gəlmişkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bununla bağlı çox yaxşı da layihələr var. Biz bunları da dəfələrlə işləmişik ki, kənd adamına doğrudan da çox yaxşı şərait yaradırlar. Şərait də var, mən düzü deyim, çox yaxşı deyildi və Ramazan müəllim də qeyd elədi ki, əgər 2050-ci ildə insanlar qıdıyla, sudan çatışmamazla ciddi üzləşəcəklər. Qıtlıqla, bəli, bəli. Çox ciddi qarşıda problemlər bizi gözləyir. İndidən biz buna hazırlaşmalıyıq. O cümlədən deyildiyi kimi, hər bir insan torpağa əlməlidir. Əlbəttə ki. Torpaq sənə cavab verir, mütləq ki cavab verir. İnanın, kənddə öz həyatını normal quran adam qazanır. O torpaqdan götürür. Bax, düzdür, bu günlərdə bir nəfər mənə müraciət elədi. Mənim təmsil olunduğum rayondandır. Adi bir oğlandır, bir 35-40 yaşı olar, müəyyən problemi var. Təsərrüfatla məşğuldur. Dedim, müraciət elə, mən müvafiq orqanlara bu barədə deyərəm, cəhd elədim. Gördüm, bu ərizəsində yazıb ki, mənim öhdəmdə bəs 1400 qoyunum var, 250 başda mənim iri buynuzlu malqaram var. Ona görə də xahiş edirəm, o yerdən elə mənə bir balaca imkan yaradılsın. Mən o yerdən də istifadə eləyim, torpaq sahəsində. Mənə çox qəribə gəldi. Bir 35 yaşında bir oğlanın öhdəsində 1400 qoyun var, 250 başa yaxın iri xırda buynuzlu malqara. Fikir verin siz. İşləyən adam qazanır. Düzdür. Torpaq heç vaxtı ondan örtü deyil ki, orada bir il işdə sənə Mercedes maşın versin, ya bahalı gəlib ev alasan, ondan sonra həyat şəraitini tamam dəyərsin. Yox, kətçi illərlə zəhmət çəkir həyatını yaxşılaşdırması üçün. Övladın dolandırmaqdan örtü, evə çörək gətirməkdən ötürü. Ancaq bəziləri var, görürsən kətdən siz dediniz kimi götürür, gəlir Bakıya, Bakıda da bekar qalır. Sonra müəyyən xoşa gəlməz yollara gedir. Bəli, bəli. Həyatı məhv olub gedir. Kətdə işləmək istəmir. Mən bir neçə dəfə çıxış eləyəndə demişəm ki, insanlar ətin, südün bahalaşmasından danışırlar. Elə dünən ki, bizim hesabat yığıncağında bu məsələ gündəmdə oldu. Yaxşı, bizim kətdə olan cavan qızlarımız inəyə qulluq eləyə bilmir. İstəmirlər. Çörək pişirə bilmir. İstəmirlər. Ondan sonra həyatda göy-göyəti yetişdirə bilmir. Qınayırlar ki,
sən köhnə keçmişin Biz adamsan. demirik, çobanın oğlu mütləq çoban olmalıdır, amma çobanlıq bəyəm sadə peşədirmi? Yəni o da nəsildən nəsilə keçən bir Çobanın peşədir. oğlanlarından nə qədər akademiklər, alimlər, Bəli, bəli, bəstəkarlar, yazıçılar, şairlər Amma hər var. bir insanın potensialı var da. Əzim, indi bu məsələ budur ki, barmağın beşi də bir deyil axı. Çobanın oğlunun biri ola bilər alim, Bəli. ola bilər vəzifə sahibi, dördü oturub torpağında işləməlidir, şu torpağında işləməlidir. O deməli deyil ki, Allah Teala verir müəyyən fitri istedadı insana. Hamı şair, rəssam, yazıcı, jurnalist ola bilməz ki. Bunun ikisi doğrudan savadlıdırsa, gəlsin, geçsin, işləsin. Amma üçü torpaqda olmalıdır, atasının yanında olmalıdır. İndi bizim bilirsiniz nə qədər kətlərimiz boşalıb. Bəli, bilirəm, əlbəttə. Məktəblər, kəndlər, bəli. O kətlərdə məhsuldar torpaqdır. Orada məhsul yetişdirmək olar. Düzdür. Ancaq gəlib Bakıya heç bir şey, balaca bir yerdə ev tapıb, kiriyə verir, acılacaqlı bir vəziyyətdə yaşayır. Bax, bilirsiniz, o qida məhsullarının elə azalması da, keyfiyyətdən düşməsi də, bir var bunu, bu məhsulu yaşlı adam yetişdirə, müəyyən qədər fiziki rayon cəhətdən yerinə zəif olar. gedib şəhər yumurtası yemək, yəni bu artıq ciddi problemdir də, düz Cavan demirəm. insan bu sahədə çalışır, Düzdür. keyfiyyətli məhsul istehsal edir. Təşəkkür edirəm gəldiyiniz üçün. Düzdür, çox suallarım var idi, amma zaman elə keçdi. Tahir müəllim maşallah həm millət vəkili olaraq, həm də bir ağsaqqal kimi, ziyalımız kimi öz tövsiyələrini verdi. Qatılıram Tahir müəllim, bütün fikirlərinizə qatılıram. Ramazan müəllim, çox sağ olun. Təşəkkür edirəm. İnşallah qarşıdan Novruz bayramı ərəfəsi gəlir. Uzun bir tətil günləri olacaq. İşiniz çoxdur, bilirəm. Uğurlar arzu edirəm. İnşallah ki, bax bu bayram günlərində də yaşadığımız, rastlaşdığımız digər illərə nisbətən problemlərimiz daha az olar və statistik rəqəmlərimiz o qədər də qalxmaz. Yəni buna ümid edirik. Təbii ki, vətəndaş məsuliyyəti də burada çox önəmlidir. Bir daha sabahınız xeyir olsun. Hər birinizə gözəl həftə sonu arzu edirəm. Sağ olun, salamat qalın.